Dizayn tələbəsən və necə portfolyo hazırlayacağını bilmirsən, o zaman bu video tam sənin üçündür. Əgər siz güclü portfolyo göstərmək istəyirsinizsə, o zaman konseptdən əvvəl çoxlu proseslər gəlir. Araşdırma prosesi, qoyulan problem və onun həlli üçün edilən araşdırma, müsahibə mərhələləri, ingilislərin ideation dediyi, yəni üzərinə düşünüb ideyalaşdırma prosesi, hansı ki orada ideyalar düşünürsünüz. Prototipləşdirmə, skeçləriniz, ən son etdiyiniz final skeçlər burada yer almalıdır. Düşünülənin əksinə, portfolyo sadəcə vizualdan ibarət deyil, bu əslində sizin düşünmə bacarığınızı göstərən bir sənəddir. Əgər video hazırlamısınızsa öz layihəniz üçün, YouTube linkini də qeyd edə bilərsiniz. Əgər mənim sizin portfolyonuzu şərh etməyimi, güclü və ya zəif tərəflərini sizə deməyimi istəyirsinizsə, o zaman aşağıda hansı dizayn sahəsi üzrə təhsil aldığınızı və ya müraciət edəcəyinizi mənə bildirə bilərsiniz. Və bu tip dizayn və portfolyo videolarının davamını gəlməyini istəyirsinizsə, səhifəmi izləməyə alıb dostlarınızla bu videonu paylaşa bilərsiniz. Öpdüm.